Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, çox təcili elanı nəzərinizə çatdırmaq istəyirəm Allahın izniyle. Deməli, burada bir tövhidəhli qardaş yaşayır. Heç kəsi yoxdur, tək yaşayır Allahın izniyle. Deməli, çox təcili bizim dəstəyimizə ehtiyacı var. Bildiyiniz kimi Balakən rayonu İttala kəndində təbii hadisə baş vermişdi, təbii faciə deyək. Kəndin böyük çayı daşıb, kəndləri su basmışdı bu kəndi. Və bu qardaşın evi çox böyük zərər görüb və qardaş hal-hazırda burada yaşamağa yer olmadığı üçün məsciddə qalır. Baxın, bura qədər su basmışdı. Baxın. Buradır Allahın izniyle. Belə bir evdir. Subhanallah. Hər birinə dəstək gözləyirəm Allahın izniyle. Bu həm də axar sizəgədir ki, qardaşa Allahın izniyle dəstək olaq. Balaca da olsa ev tikək, əlhamdülillah. Bizim üçün də xeyirli olsun. Doğrudan da evin vəziyyəti çox pisdir. Hər ikisindən dəstək gözləyirəm. Allah malzəm üçünüzə bərəkət versin. Selamun Aleyküm və Rəhmətullah.